Bugünkü dərsimiz olacaq. Bağlayıcı, ədat, modal sözlər və nidadan hərəsindən 10 sual işləniləcək. Geri qalanı isə verilir. 15 də işləyə bilərik hər halda. 15 eləyək. Bağlayıcı. Birinci sualdan başlayaq. Deməli, bağlayıcı sözləri bağlayır, bağlayıcı cümlələri bağlamışdır. Aha, baxaq indi. Amma bağlayıcısı, ümumiyyətlə, qarşılaşdırma bağlayıcıların əsas funksiyası cümlələri bağlamaqdır. Baxın, gəlin bunu təsdiq edək. Bəzi hərəkətləri xoşuma gəlmədi. Bu birinci komponent, birinci cümlə. Onu işə qəbul etdim. Bu da ikinci komponent, yəni ikinci cümlə. Amma bağlayıcısı burada iki dənə cümləni bir-birinə bağlamış. Deməli, burada bağlayıcının funksiyası cümlələri bir-birinə bağlamaqdır. 2-yə A gedəcək. Uyğunluğu istəyir bizdən. Daha sonra bu sükut anı idi, lakin çox mənalı idi. Bu da eyni şəkildə lakin qarşılaşdırma bağlayıcısıdır. Qarşılaşdırma bağlayıcısının funksiyası deməli bir dəqiqə. Aha, müəllim. Bu sükut anı idi, lakin çox mənalı idi. Qalsın. Müzakirəyə qoyulmuş məsələlər həll olundu, belə ki, hamı razı qaldı. Deməli, belə ki ifadəsi sağına da baxaq, soluna da baxaq. Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu. Bu bir konkret fakt. Yəni, biz bilirik ki, cümlə nədir? Cümlə bitmiş fikri ifadə edir. Cümlədə natamamlıq olunmalıdır. Cümlə bütöv şəkildə təqdim olunmalıdır. Cümlədə fikir tam olmalıdır. Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu. Bu birinci cümlə. Hamı razı qaldı. Bu da ikinci cümlə. Belə ki, tabellik bağlayıcı burada iki cümləni bir-birinə bağlamışdır. Deməli, buraya yazaq 1, buraya yazaq 2. 2-yə aid olub A və C-ni yazırıq burada. A və C. Daha sonra Kələntər harasa tələsirdi, dayısı isə onun qabağını kəsdi. İsə bağlayıcısı. İsə bağlayıcısı Kələntər harasa tələsirdi. Bu birinci. Onun qabağını kəsdi. Dayısı onun qabağını kəsdi. Bunu da cümlələrin bir-birinə bağlayan verə bilərik. Çünki qarşılaşdırma bağlayıcısıdır və natamamlıq yoxdur. Dayısı üçüncü növ təyinli söz birləşməsi olduğu üçün dayısı ifadəsi də üçüncü növ təyinli söz birləşməsinin təyin edicisidir. Yəni, mən bu cümlə belə deyil, dayısı ifadəsi bu cümlənin deyil, vergülün sağında olduğu üçün digər cümlənin elementi hesab olunacaq. Ona görə də isə bağlayıcısı burada müqayisə məzmunu yaratmışdır və iki fərqli cümləni bir-birinə bağlamışdır. Kələntər harasa tələsirdi. Bu birinci cümlə. Dayısı onun qabağını kəsdi. Bu da ikinci cümlə. 1-ə AC, 2-yə ACD. Y-yə baxaq. Gecə də, gündüz də maraqlansa da onu xoşbəxt edə bilmədi. Burada gecə də, gündüz də bağlayıcıları nələri bağlamışdır? Gecə və gündüz ifadələri. Yəni, sözləri bir-birinə bağlamışdır. Ona görə Y-ni yazırıq bura. Y-ni yazırıq. Y, A, C, D. Y gedib, A gedib, C gedib, D gedib. B-yə baxaq. Bu sükut anı idi, lakin çox mənalı idi. Burada əslində baxanda bu da cümləni götürə bilərik, amma məntiqsizlik yaranacaq, çünki ikinci tərəf natamamdır. Natamam olduğu üçün biz artıq bunu cümlə bağlayan bağlayıcı kimi yox, sözləri bağlayan bağlayıcı kimi götürməyimiz daha məntiqli olar. Çünki ikinci tərəfdə natamamlıq var. 1-də BY, 2-də ACD. A, B, C. BY, ACD. C variantı hesab edilir. Daha sonra baxaq. Hansı növlərə aid bağlayıcı verilməyib? Aha. Məktəbi yaxud universiteti bitirmək vacibdir. Oğlan təəssüflə məni çağırdı. Təəssüf ilə məni çağırdı. Burada heç ümumiyyətlə bağlayıcı yoxdur. Sözümü desəm də məni anlamadı, fəqət incimədim. Uşaqlar çəmənliyə, o cümlədən ağaclara qulluq edirdi. Nə yazılıb? Qulluq edirdilər. Deməli,
Bu cümlədə səbəb bağlayıcısı o təhsilləməndə bitirmək vacibdir. Məktəbi yaxud universiteti bitirmək vacibdir. İştirak etdiyi desəm də iştirak işlənib burada iştirakları çıxırıq. Daha sonra o cümlədən amma ancaq lakin səbəblər güzləşdir. Şərt bağlayıcısı yoxdur, aydınlaşdırma yoxdur, birləşdirmə və ilə lalə yoxdur. Lalə burada təəssüflə, nə tərzdə, tərz hərəkət zərfidir, zərf düzəldən şəkilcidir. Biz bilirik ki, belə bir qeyd deyək, lalə şəkilcisi, yəni ilənin şəkilçiləşmiş versiyasını nəzərdə tuturam. Lalə versiyası bir neçə məqamda işlənə bilər. Həm zərf düzəldən şəkilci ola bilər. Yoldaşlar, əgər lalə ilə düzələn sözlər nə tərzdə sualına cavab verirsə, deməli, lalə orada zərf düzəltmişdir və eyni zamanda mücərrəd sözə qoşulubsa, bunu da qoyacaq. Mücərrəd, əgər mücərrəd sözə qoşulubsa, nə tərzdə sualına cavab verirsə, deməli, olacaq zərf düzəldən leksik şəkilçi. Daha sonra konkret sözə qoşulubsa, plus vasitə mənasını bildirirsə, plus və ilə əvəz olunmursa, hesab olunacaq qoşma, və ilə əvəz edə biliriksə, xəbər də cəmdədirsə, onda götürəcəyik bağlayıcı kimi. Burada da birləşdirmə, şərt və aydınlaşdırma bağlayıcısı yoxdur. Şərt bağlayıcıları hansılardır? Əgər, hərgah, madam ki, indi ki, bir halda ki, aydınlaşdırma bağlayıcıları hansılardır bəs? Deməli, tabeysizliyin aydınlaşdırması, yəni məsələn, o birisinin tabeliyin aydınlaşdırması da ki, belə ki, burada heç birisindən söz getməyib. Buna görə doğru cavabımız C var. Fəqət bağlayıcısı baxın. Burada da qarşılaşdırma bağlayıcısı. Cədvəldən bütün uyğun fikirləri seçin. Bağlayıcı tabesiz mürəkkəb cümlədədir. Diqqətli olun. Baxın, deyir, tabesiz mürəkkəb cümlədədir. Bağlayıcı tabeli mürəkkəb cümlədədir. Aha, maraqlı bir sualdır. Yəni, hər səhər qalxır, işə gedir. Kim? O. Bu sadə cümlədir. O qalxır, o işə gedirdi. Biz bilirik ki, var sadə cümlənin sxemi, yazıram bura. Sadə cümlənin sxemidir, indi yazacağım. Bir mübtəda, bir neçə xəbər varsa bir cümlə daxilində və yaxud da cümlə daxilində ancaq xəbərlər var, bir neçə xəbər varsa, həmin cümlə hesab olunacaq sadə cümlə. Bir də ki, tabesiz mürəkkəb cümlənin sxemi var. Tabesiz mürəkkəb cümlənin sxemində isə m, x və s. Yəni, hər xəbərin öz mübtədası, hər xəbərin öz mübtədası olacaq. Nəzərinizdə saxlayın ki, bu tabesiz mürəkkəb cümlənin sxemidir. Tabelidə isə onu kənardan görmək onsuz da mümkündür. Biri çıxırıq, çünki tabesiz mürəkkəb cümlənin tərəflərini bağlamayıb, bizdən də uyğun fikirləri istəyir. Bir çıxdı. Düzdür, mənim buna ehtiyacım yox idi, amma yenə də almaq istədim. Yoldaşlar, baxın, bu düzdür, doğrudur, düzü, doğrusu. Bu tipli modal sözlər işlənibsə, həmin cümlə tabeli mürəkkəb cümlə olacaq. Bu, yəni, tabeysizin altında bunu vermək doğru hesab edilmir. 2-ni də çıxırıq variantdan, 2 də çıxdı. 3-ə baxaq. Bağlayıcı tabeli mürəkkəb cümlədədir. Bir halda ki, ifadəsi varsa, artıq tabeli mürəkkəb cümlə kimi götürəcəm. Bir halda ki, onsuz da tabelilik bağlayıcısıdır. Tabeli mürəkkəb cümlənin daxilində işlənəcək. 4-ə baxaq indi. Niyə burada qalmırsan ki, utanırsan, sən qalmırsan, sən utanırsan. Baxın, burada da sadə cümlədir. Mürəkkəb cümlə deyil bu. Ona görə də 4-ü çıxırıq. Doğru cavab E variantı 3. Aydın oldu. 4-ü ona görə sadə cümlə götürdük. Çünki niyə burada qalmırsan, utanırsan, hər iki prosesi sən icra edirsən.
Hər iki proses sənə aiddir. Ona görə burada tabeli mürəkkəb cümlə, tabeli bağlayıcısı olan iki aydınlaşdırma bağlayıcısı işlənsə də, cümlə tabeli mürəkkəb cümlə deyil, sadə cümlə hesab edilir. 4-ə baxaq. Aha. Hansı cümlədə sual işarəsinin yerinə mötərizə daxilində verilən bağlayıcını artırmaq mümkün deyil? Sual işarəsinin yerinə, sual işarəsi demirik, bu kvadrat işarəsi deyil. Kvadratı sual kimi oxuyuram. Mənim dostlarım Rasim ilə Akifdir. Doğrudur. İləni və ilə də əvəz edir. Deməli, həqiqətən də bağlayıcıdır. Biz dağ yolu ilə getdik. Fəqət digər yol rahat idi. Doğrudur. Nə mən bu işi görmək istəmirəm, nə də onlar buna razı olmurlar. Artıq bu, burada mümkün deyil. Yadınızdan çıxartmayın ki, yoldaşlar, belə bir qeyd yazıram burada. Hər sualda bir qeyd çıxardırıq da, çox qəşəng üsuldur bu. Cümlə daxilində inkarlıq bağlayıcısı işlənibsə, inkarlıq bağlayıcıları hansılardır? Nə, nə də, nə də ki. Bunlar dilimizdəki inkarlı bağlayıcılar hesab olunur. Bu bağlayıcıların işləndiyi cümlədə xəbər bərabərdir quş işarəsi. Yəni, xəbər təsdiqdə olmalıdır. Əgər xəbər inkardadırsa, yəni XX götürək də, xəbər inkardadırsa, cümlə daxilində nə və onun törəmələrinin işlənməsi mümkün deyil. İngilis dilində də bu qayda var hətta. Bir cümlədə iki inkarlıq əlaməti ola bilməz. Cümləni əgər inkar formada işlətmək istəyirsənsə, bir dənə inkar ver, keç, otur, qutardı, getdim. Cümlə belə olmur. Əgər burada cümlə bu formada olsaydı, nə mən bu işi görmək istəyirəm, nə də onlar buna razı olurlar olsaydı, onda rahatlıqla işlədə bilərdik. Amma bu məqamda işlətmək mümkün deyil. Aydın oldu? Xüsusən buna diqqətli göstərin müəllimlər. Altından xətt çəkilən sözün bağlayıcı olduğu variantı seçin. Bir halda səni bağışlayaram. Bir halda ki olsaydı, olardımı? Bir haldadır burada. Bütün kəndlərə, eləcə də bizim kəndə yox. Onlar nə istərsə edərsən. Yox. Bunu saxlayaq. Çünki eləcə də bağlayıcısını işlədə bilərik. Ondan ötürü özünü oda yaxırdı. Ondan ötürü burada qoşmadı. Ondan da çıxışlı hallı şəxs əvəzliyidir. Hətta qonşular da onunla yola getmirdilər. Hətta bağlayıcısı var, amma ancaq lakin ilk səfərə daha belə həmçinin bağlayıcısı var. Amma bununla paralel olaraq hətta ədatı da var. Ədat mövqeyində də işlənə bilər. Hansı ki, bu dəqiqə cümləmizdə ədat mövqeyində işlənib. Hardan bildim? Cümlədən xaric eləyirəm bunu. Qonşular da onunla yola getmirdilər. Cümlənin məzmunu dəyişmədi, olduğu kimi qaldı. Sadəcə əvvəlki vəziyyətdən fərqli olaraq cümlənin təsir gücü azaldı. Deməli, ədat imiş. Doğru cavab C variantı. Eləcə də bizim bağlayıcımızdır. Səbəb odur ki, kənd və başqa kəndlərlə bizim kənd ifadəsini qarşılaşdırıb, bir-birinə bağlayıb. Deməli, qarşılaşdırma bağlayıcısı verə bilərik. 6-cı suala baxaq. Tərkibində bağlayıcı olan cümlələri seçin. Baxın, bizdən tələb olunmur. Tabeli olsun, tabelsiz olsun. İstənilən cümləni seçə bilərsiniz. Qıza qarşı xoş davranır, hər gün ən ləziz yeməkləri bişirir. O cümlədən hər dəfə onun yeməyinə bir damcı zəhər qatır. O cümlədən bir dənə bir şey fikir verin ki, burada istifadə olunan bağlayıcılar ki var, az istifadə olunan bağlayıcılardır. Məsələn, toplularda və digər abituriyent testlərində, belə deyək də, şablonlaşmış, qəlibləşmiş bağlayıcılardan istifadə olunur testlərdə. Nə bilim, amma, ancaq, gahlardır, ya və onun törəmələridir. Amma burada, məsələn, biz
bu qəlibləşmiş testlərdə o cümlədən bağlayıcısını, eləcə də bağlayıcısını və digər az işlənən bağlayıcıları görmürük. Ona görə də gözümüz o bağlayıcılara alışır və elə bilirik ki, həmin bağlayıcılar ancaq onlardır. Amma axıra qədər öyrənmək lazımdır. Biri birdir. Niyə çöldə gəzirsən ki? Gec deyil. Burada deməli kişi bağlayıcısı niyə göldə gəzirsən ki? Gec deyil. Yəni qalsın. Çünki biz bilirik ki, kinin bağlayıcı kimi işləndiyi məqamda ki uzanmalıdır. Ki uzanmırsa bağlayıcı deyil. Buradakı vergül də intonasiyadan asılı olaraq qoyulan vergüldür. İbrahim bəy Mirzə Kazım bəy ilə dost olmuş. İbrahim bəy Mirzə Kazım bəy ilə qoşmadı burada. Bəzən insanlar həqiqəti eşitməyi sevmirlər. Odur ki, götürəcəyik bunu. Qonşunun birində xəstə qoca, körpə uşaqlar, o birində isə müqayisə bildirən qarşılaşdırma bağlayıcısı. Bunu da götürəcəyik. 1, 4, 5 bizim doğru cavabımız Y variantı olacaq. 7-ci suala baxaq. Tərkibində bölüşdürmə sual işarəsinin yerinə yazıla bilər. Tərkibində bölüşdürmə bağlayıcılar cümlə quruluşda sadədir. Aha, bizdən tələb olunsun ki, bir cümlədə bölüşdürmə bağlayıcısı olsun, amma həmin bölüşdürmə bağlayıcısının işləndiyi cümlə də eyni zamanda sadə olsun. Aha. Sən və ya mən işimizin öhdəsindən gəlsək, maaşımız arta bilər. Burada bölüşdürmə bağlayıcısı yoxdur. Bölüşdürmə bağlayıcıları hansılardır? Deməli, ya da ki, gah da ki, o cümlədən bu bağlayıcıların hamısı bölüşdürmə bağlayıcılardır. Həm şəhərdə qalırdım, həm də kəndlə əlaqəmi kəsmirdim. Ya bostanda bu iştirak bağlayıcısıdır. Bəzən müdavimlər həm deyinən gah-gahdanı qarışdırırlar. Bu iştirak bağlayıcıdır. Məzmuna da fikir verəndə bir iştiraklıq var. Deyir ki, həm şəhərdə qalırdım, həm də kəndlə əlaqəmi kəsmirdim. Şəhərlə kənd burada bu cümlədə iştirak eləyir. Deməli, iştirak bağlayıcısıdır. Ya bostanda mənim də payım olacaqdır, ya da əkinə icazə verməyəcəkdim. Aha, müəllim, deməli, bu bölüşdürmə bağlayıcılar cümlə quruluşda sadədir. Ya bostanda mənim payım olacaqdır. Olacaqdır nə? Mənim payım olacaqdır. Mənim payım olacaq. Bu mürəkkəb cümlədir. Nəyə görə? Çünki bir qeyd deyim sizə. Əgər cümlənin tərəfləri biri müəyyən şəxsidirsə, digəri şəxssizdirsə, biz bilirik ki, mürəkkəb cümlədə ən azı 2 tərəf olur da, 2 dənə komponent olur, 2 dənə cümlə olur. Əgər bir tərəf müəyyən şəxsdir, digəri şəxssizdirsə, o artıq mürəkkəb cümlə hesab olunacaq. Burada da eyni şəkildə. Ya bostanda mənim payım olacaqdır, mənim payım olacaqdır, bütöv xəbərdir. Üçüncü növ ismi birləşmədir mənim, payım olacaqdır, olub-olmadıqla ayıra bilmərəm. Mənimdədir, kimin deyə bir sual olmadığı üçün də mənim payım olacaqdığını bütöv götürəcəm. Harada bostanda, mübtəda olmadığına görə, təsəvvür də edə bilməyəcəyimə görə şəxssiz oldu bu yan. Ya da əkinə icazə verməyəcəkdim. Bu da icazə verməyəcəkdim. Mən icazə verməyəcəkdim. Bu yan müəyyən şəxsidir, digəri şəxssizdir. Deməli, bu tabelsiz mürəkkəb cümlədir. Hardan bildim tabelsiz mürəkkəb cümlə olduğunu? Bir tərəf sadə cümlənin bir növündədir, digər tərəf isə başqa bir növündədir. Aydın oldu müəllim? Mən bunun bir qeydində sizə demişdim orada. Demişdim ki, xəbər əgər cümlənin xəbərləri əgər məsələn biri feilin bir zamanındadırsa, başqası digər bir zamandadırsa götürüləcək mürəkkəb cümlə. Cümlənin xəbərlərindən biri ismi xəbər, digəri feili xəbərdirsə götürüləcək mürəkkəb cümlə. Qrupa yazmışdım qeyd. Baxın, həmin qeydin bir əlavəsi kimi nəzərdə saxlayın bunu. Ona görə C variantı bunun üçün çıxdı.
Qoca gah ovladığı quşlara baxır, gah da yeni aldığı tüfəngə göz gəzdirirdi. Göz gəzdirirdi, baxırdı. Deməli kim? Mübtəda qoca nə edirdi? Baxırdı, nə edirdi? Göz gəzdirirdi. İki dənə proses var. Həmin iki prosesin icraçısı bir nəfərdir. Yəni quruluşuna görə sadə cümlədir və gah da bölüşdürmə bağlayıcısı işlənmişdir. Doğru cavab D variantı hesab olunacaq. 8-ə baxaq. Uyğunluğu tapın və bağlayıcısı istənilən məqamda vergül işarəsini əvəz edə bilər. Və bağlayıcısı istənilən məqamda vergül işarəsini əvəz edə bilər. Yox. Əgər və sözləri bağlayır çox vaxt, sizlik yaranır orada. A-nı çıxırıq. Bunlar ona görədir ki, sən qorxmayasan. Cümləsində bağlayıcı var. Ona görədir. Bağlayıcısı var. Doğrudur, amma yanlış verib yanlışdır. Bir sözünün köməyi ilə yaranan mürəkkəb bağlayıcı var. Bir sözü ilə hansı bağlayıcı yarana bilər ki? Bir sözü özü bütövlükdə say və yaxud da ədat ola bilər. Amma bir sözü ilə yaranan bağlayıcı yoxdur. Yanlışdır, doğru verib yanlış əlaqələnmədir. Yoxsa bir dəqiqə. Bir halda ki, bir sözlə bunlar uyğun şəkildə ola bilər. Bir sözünün ifadəsində mən bunu bir sayı nəzərdə tuturam. Ona görə bayaqdan deyirəm, bir sayı da ola bilər. Bir sözünün bəli, bir sıra, bir sırada yenə də sayı gedirəm. Bir halda ki, və yaxud da bayaq dediyim nə idi? Bir sözlə bunlar bağlayıcı kimi işlənə bilər. Hansı variantda şərtə uyğun cümlə verilməyib? Şərt nədir? Bağlayıcıdan əvvəl vergül qoyulmalıdır. Səbəb bağlayıcılarını cibimizə qoyaq, çünki səbəb bağlayıcılarından əvvəl vergül işarəsi qoyulur. Deməli, nə təmiz, nə böyük təbiəti var. Ona bənzəsəydi bütün insanlar. Nə təmiz, nə böyük. Burada ədat deyir. Bunlar nə? Çünki cümlədən xaric elədim. Təmiz, böyük təbiəti var. Ona bənzəsəydi bütün insanlar. Burada bağlayıcı deyil. A variantı ona görə çıxdı. Gənclik geriyə gedir. Ona görə ki, sosial şəbəkələrdən çox uzaq qala bilmir. Qoyulmalıdır. Bağlayıcıdan əvvəl vergül qoyulmalıdır. Ona görə ki, bağlayıcısı özündən sonra vergül qoyulmalıdır. Qoyulmayıb, yanlışdır. Əvvəlində bizə deyir şərtdə. Deyir ki, həm kitablar, həm də dəftərlər bizim istehsalımızdır. Aha. Görürsənmi? Ancaq deyinir. Ancaq burada ədatdır, yalnız deyinir. Yalnızdan əvəz edə biliriksə ədatdır. Əksəriyyət əmindir ki, bumeranq Avstraliyada icad olunub. Bağlayıcıdan əvvəl deyir vergül qoyulsun. Əksəriyyət əmindir ki, getdi. Doğru cavab D variantı olacaq. Səbəb də odur ki, təkrarlanan eyni bağlayıcıda birinci istisna olmaqla, birinci və axırıncı istisna olmaqla ortada işlənənlərin hər birində özündən əvvəl vergül qoyulmalıdır. Bu həm kitablar, həm də dəftərlər bizim istehsalımızda vergül işarəsi olmalıdır. 10-cu suala baxaq. Heç bir fikrin aid olmadığı variantı tapın. Tərkibində bağlayıcı yoxdur. Tərkibində ədatla amonim olur. Bu sual qalsın. Bir qeydi sizin nəzərinizə çatdırım. Elgiz müəllim də dərsə qulaq asanda baxar. Belə yazım ki, baxın. Bəzən müdavimlərdə çaşqınlıq yaranır.
Nə zaman? Bağlayıcı mövzusunda. Baxın, ancaq ifadəsi dilimizdə həm bağlayıcı mövqeyində, həm də ədat mövqeyində işlənə bilər. Bunları fərqləndirmək üçün yoldaşlar, birinci növbədə amma ancaq, lakin bağlayıcılarından əvvəl vergül işarəsi qoyulur. Bunu bilin, cibinizdə saxlayın, beyninizin, aklınızın bir köşəsində bulundurun. Amma sualda başlıq kimi qoyurlar ki, durğu işarələri buraxılmışdır. Bəs biz bunları necə tapaq? Necə ayırd eləyə bilək ki, ancaq ifadəsi nə zaman bağlayıcı, nə zaman ədat olacaq, durğu işarələri buraxılarsa. Əgər cümlədə işlənən amma, ancağı amma ilə, lakinlə əvəz edə biliriksə, bağlayıcı, yox əgər cümlədə işlənən ancağı təkcə, yalnız, bircə sözləri ilə əvəz edə biliriksə, o zaman ədat olacaq və ədat olanda vergül işarəsi qoyulmur, yadınızdan çıxartmayın. Məsələn, deyirəm ki, bu işdə ancaq Akif bacarıqlıdır. Təkcə Akif bacarıqlıdır, yalnız Akif bacarıqlıdır, bircə Akif bacarıqlıdır. Amma deyirəm ki, mən dərsi öyrənmişdim, ancaq Akif dərsə gəlməmişdi. Amma Akif dərsə gəlməmişdi, lakin Akif dərsə gəlməmişdi. Burada isə bağlayıcı mövqeyində. Dadəyə də gəlin nəzər salaq. Dadənin işləndiyi məqama da baxaq. Dadə də cümlədə həm ədat, həm də bağlayıcı ola bilər. Müəllimlər, əgər cümlədə dadə ədatdırsa, şablonlaşmış qayda var. Bütün müəllimlərin dilindədir. Həmin ifadəni dana, dənə ilə əvəz edəcəksiniz və ən bəsit cümlədən çıxardacağıq. Cümləyə ziyan gəlmirsə ədatdır. Yox əgər cümləmizdə işlənən dadə ifadəsində cümlədə başqaları anlayışı varsa, dadə işlənibsə, başqaları anlayışı varsa, o zaman bağlayıcı olacaq. Məsələn, deyirəm ki, Əli də mənə baxdı. Əli də mənə baxdı. Başqaları da mənə baxıb, Əli də mənə baxdı. Və yaxud da deyirəm ki, həyətdə alma ağacı da əkdik. Başqa ağaclar da əkmişik, alma ağacı da əkmişik. Baxın, başqa düşüncə var burada. Başqaları düşüncəsi, başqa bir şey düşüncəsi var. Deməli, bağlayıcıdır. Amma deyirəm ki, bizə gəl də, dənə, bizə gəl dənə. Baxın, dəni ilə əvəz edirəm. Deməli, bağlayıcıdır. Deyil, ədatdır. 10-cu suala bax. Tərkibində bağlayıcı yoxdur. Amma ədatla amonim olan bağlayıcı var. Tərkibində mürəkkəb bağlayıcı var. Tərkibində iştirak bağlayıcı var. Elə bir cümlə tapmalıyıq ki, bu fikirlərin heç birisi ora aid olmamalı. Yəni, bağlayıcı var burada. Deyir, tərkibində bağlayıcı yoxdur. Axı, A-da var bağlayıcı, getdi. İndiki işləm istəmir, işdən azad edin. Burada bağlayıcı yoxdur. Birinci ifadə özünü doğrultdu. Tərkibində ədatla amonim olan bağlayıcı var. Axı, deyir ki, bağlayıcı yoxdur. Bağlayıcı yoxdursa, necə ədatla amonim olan bağlayıcı ola bilər? 2 də aid deyil. Tərkibində mürəkkəb bağlayıcı var. Axı, bunun tərkibində bağlayıcı indiki ifadəsi. Mürəkkəb bağlayıcı var. Tərkibində bağlayıcı da var hətta. İkimizdən yayınıb bu. İndiki, bir halda ki, bunlar çox işlənməyən bağlayıcı var. Bütün qabları sındırsa da, evdəkilər ona əsəbləşmədilər. Deməli, tərkibində bağlayıcı yoxdur, deyir. Bağlayıcı var axı, getdi. Hərçənd hava soyuq idi,
Amma Rasim qalın geyinməmişdi. Bu cümlədə də bağlayıcı var, hərçənd və amma bağlayıcısı işlənir. Bağlayıcı yoxdur deyil, bağlayıcı var. Axı tərkibində ədatla amonim olan bağlayıcı var. Amma ədatla olan bağlayıcı yox, bu da aid deyil. Tərkibində mürəkkəb bağlayıcılar hərçənd yoxdur. Müştərək bağlayıcılar yoxdur. Bir aiddir buna. Şagirdlər bir yerə toplamaq lazım idi. Eləcə də müəllimləri. Eləcə də bağlayıcısı var. Bu sualda problem var. Bütün fikirlərin hamısı heç birisində özünü göstərir. Hə, bir dəqiqə. Deyir ki, yox, səhv deyil. Deyir ki, müəllim, burada 4 dənə fikir verir. Bu elə bir variant olmalıdır. Bu 4 dənə fikrin heç bir sonra aid olmamalıdır. Heç bir fikrin aid olmadığı variant. Axı hamısında bağlayıcı var. Yox, yox, səhvdir. Hamısında bağlayıcı var. Bəli, düz gəlmir. Birinci punktdan düz gəlmir. Bir kimi sualı heyf elə. Evet. 10 dənə yazdım. Ama 11. Hə. İnkarlı bağlayıcıları ilə bağlı uyğunluğu müəyyənləşdirin. Sadə cümlənin üzvlərini bir-birinə bağlaya bilər. İnkarlı bağlayıcıları, bəli, sadə cümlənin üzvlərini bir-birinə bağlaya bilər. Nə mən danışırdım, bəli, doğrudur. Təsriflənən feilləri bir-birinə bağlayıbsa, mütləq inkar şəkilçisini əvəz etmişdir. Axı inkar şəkilçisini əvəz etmişdir. Ümumiyyətlə, bu yanlış fikirdir. Çünki əvəz eləmir. İnkarlıq bağlayıcıları ilə inkarlıq şəkilçiləri bir-birini əvəz edə bilməz. Çünki birində onsuz da o inkarlıq məzmunu var. O kənarda olanda da yenə də inkarlıq məzmunu bildirəcək. Cümlə daxilinə gələndə də inkarlıq məzmunu bildirəcək. Yəni bu yanlışdır. Quruluş da sadə və mürəkkəb ola bilərlər. Quruluş da sadə və mürəkkəb ola bilər. İnkarlı bağlayıcı. Bəli, nə quruluş da sadədir, nə də və yaxud da nə də ki, quruluş da mürəkkəbdir. Bu da mürəkkəbdir, bu sadə. Deməli, nə oldu? Doğru, yanlış, doğru. Bu bənd. Görüm neçə dənədir bu? 68 dənə. Aha. Doğru fikirdir, yanlış fikirdir. Tabelik bağlayıcılarının bütün növlərinə həm sadə, həm də mürəkkəb bağlayıcı daxildir. Tabelik bağlayıcıları deməli, hərçənd, ki, belə ki, bu doğru fikirdir. Deməli, səbəbdə də var, şərtdə də var, hərgah, madəm ki, aydın var, güzəştdə də var. Bəli, hərçənd. Bu doğrudur. İstənilən qarşılaşdırma bağlayıcısı mürəkkəb cümlənin tərəflərini bağlaya bilər. Qarşılaşdırma bağlayıcıları, bəli, həm tabeli mürəkkəb cümlə, həm də tabelinin hətta tərəflərini, tabelini unuda bilirik, amma tabelinin də tərəflərini bağlaya bilər. Doğrudur bu. Amma bağlayıcısı həmcins üzvləri bir-birinə bağlaya bilər. Həmcins üzvlər bir-birinə bağlaya bilər. Tabelçilik bağlayıcısı olduğuna görə təbii ki, həmcins üzvlər bir-birinə bağlaya bilər. Müəllim dərsi danışdı, amma onu dinləmədilər. Bəli, bağladı bir-birinə. Müəllim dərsi danışdı, dinləmədilər. Həmcins xəbərlərdir, amma da onu bir-birinə bağlayıb. A, B, C, sonra
həm də bağlayıcısı həmcins üzvləri bir-birinə bağlaya bilmir. Yoldaşlar, bütün tabelsizlik bağlayıcıları həmcins üzvləri bir-birinə bağlayır. Çünki tabelsizlik bağlayıcıların vəzifəsi odur da, işləmə məqamı elə odur da. Ona görə yanlış fikir bağlaya bilmir. Məsələn, bağlayıcı həmcins üzvləri bir-birinə bağlaya bilir. Yəni, məsələn, tabellik, yəni, məsələn, bağlayıcı həmcins üzvləri bir-birinə bağlaya bilir. Bu yanlış fikirdir. Çünki həmcins üzvlərdə sadalama nəzərdə tutulur. Məsələn, ifadəsi həmcins üzvləri bağlaya bilmir. Onları daha çox ümumiləşdirə bilər. Onları aydınlaşdıra bilər, dəqiqləşdirə bilər. Yəni, burada bağlamadan söhbət gedə bilmir. Deyirik, məsələn, kitab, məsələn, hamı, atam, anam, bacım, qardaşım bizə gəldi. Ümumiləşdirici sözün tərkibində çıxış edə bilər. Tərəf bağlama funksiyası yoxdur. Biri A, B, C, 2-də D, Y. D variantı. Nə oldu bu? 13. Nöqtələrin yerinə sadə bağlayıcı artırmaq mümkün deyil. Aha. Çox insanın nankorluq etdiyini bilirdi, amma yenə də yaxşılığından qalmırdı. Hərçənd çox insanın nankorluq elədiyini bilirdi. Hərçənd ki, çox insanın hərçənd ki, mürəkkəb artırıram. Evdən çıxmamışdı, ancaq necə itə bilər? Evdən çıxmamışdı. Buna görə də necə itə bilər? Buna görə necə itə bilər? Özündən sonra vergül qoyulub fikir verirsinizsə, bu çünkidən əlavə olan səbəb bağlayıcılarını əlavə edə bilər. Evdən çıxmamışdı. Buna görə necə itə bilər? Buna görə nə artıra bilər? Mürəkkəbdir. Sadə bağlayıcı artırmaq. Qasımgil dağın hərçənd artırdı. Evdən çıxmamışdı. Çünki necə itə bilər? Amma necə itə bilər? Qasımgil dağın arxası ilə dolaşdılar. Mən isə kəndə tərəf getdim. Uşaqdır, amma çox bilir. Hər kəs onun kəndirlə necə davranacağı bilirdi. Çünki əvvəllər də məşğul. Vergül qoyulub, çünkini qoyacaq. Sadə artıra bilirik. Çox insanın nankorluq etdiyini bilirdi, amma hərçənd burada uyğundur. Sadə artırmaq mümkündür. Amma B-yə evdən çıxmamışdı. Buna görə necə itə bilər? Sadə artıra bilmirik. Buna görə artırmaq mümkündür. Bu da mürəkkəbdir. Bu da vergül qoyulur. Buna görə bir də deyirik. Deməli, A variantına hərçənd sözünü qoyacağıq. Sadədir. Hərçənd çox insanlar görmüşdüyünü bilirdi, amma yenə də yaxşılığını qalmırdı. Tabelin bəşkətçiləri. B-də isə qoyacağıq. D-də amma qoyacağıq. Y-də də çünki qoyacağıq. Əvvəlində də vergül qoyulub. Artıq bizə deyir ki, bura çünki qoyulub. Deməli, digərlərinə sadə qoya bilirik, amma buna qoya bilmirik. Malum başqa köməkçinizə keçəcəyik də. Nəsə işimiz var. Yox, əslində yox. Nə olub? Sıxıldınız? Yox, tamam, biraz nasıl xəstəyim ona görə. Ədaddan işləmək istəyirdim. 10 dənə də ədaddan işləyək istəyirsiniz. Yaxşı. Tamam. Əslində modal sözünlə nidanda işləyəcək. Bunun qalanını evə götürülməli. Deməli, 10 və də qalanını evə götürülməli. 14 dənə işləyəcək. Bəli, 14. Ədata baxaq. Tərkibində ədad olmayan cümləni seçin. Qurbanlar məni cinayətkarlardan daha çox var. Xam düşüncələri ancaq ağıl bişirər. Yalnız ağıl bişirər, təkcə ağıl bişirər, bircə ağıl bişirər.
bağlayıcı deyil, ədatdır. Söz göz yaşları ilə hətta dəmiri də ha belə ilə əvəz olunursa ədatdır. Gözəllik tək bir saçla belə bizi belə ədatdır. Göz yaşından nə çıxar? Nə çıxar? Nə üçün tər tök? Nə? Göz yaşından nə çıxar? Nə üçün tər tökmədiniz? Nə çıxar? Sual əvəzli idi. Nə üçün? Zərfin sualıdır. Deməli, nə də ismin sualıdır. Bunlar sual əvəzlikləridir, ədatlar deyil. Bir cavab Y variantı. Daha sonra hansı cümlədə ədat sifətin dərəcəsinə təsir göstərib? Aha, sifətin dərəcəsinə deyir müəllim, diqqətli olmaq lazımdır. Deməli, çox qaşqabaqlı. Qaşqabaqlı sözü biz bilirik ki, ötən dəfə də siz dərsdə oxuyuruz, bu fikri qeyd elədik. Əgər az, çox, bu tipli ifadələr sifətin qabağında gəlibsə, biz bilirik ki, az, çoxdur. Bunlardan sonra say gəlsə, isim gəlsə, az plus isim olsa, onda olacaq say. A və yaxud da çox da, çox sözünü də yazaq bura. Və yaxud da az, çox, az plus hərəkət olsa, onda olacaq zərf. Çox və az sözlərindən sonra sifət gəlsə, artıq ədat olacaq. Bunu yadınızdan çıxartmayın. Aha. Biri götürdük. Zil qara maşını ilə bizim qonaqlığa gəlmişdi. Nə gözəldir bizim sahil tərəf. Hər tərəf ya narın qumludur. Burada dərəcəsinə təsir göstərməyib. İndi olduqca soyuq hava var idi. Soyuq olduqca onu çoxaldıb. Sənubər xala sevincli, daha sevincli. 1, 4, 5 B bəndi. Üçüncü suala baxaq. Cümlələr üçün ortaq cəhətdir. Qoysana işimizi yekunlaşdıraq, icazə versənə ədatdır. İndi də günəşli bir gündə gəlib qapımda dayanıb. Təkcə bu duyğu idi məni döyüşə aparan. Ocağı yandırdımı qızışacağı. Aha, bütün cümlələr üçün ortaq cəhəti deyir bizdən seçin. Nəqli cümlədir. Qoysana nida işarəsi olduğuna görə hamısı nəqli cümlə ola bilməz. Ədat sadə cümlədə yer alır. Deməli, burada bu cümlə mürəkkəb cümlədir. Ocağı yandırdımı qızışacaq. Tabesiz mürəkkəb cümlədir. O yandırdımı biz qızışacaq. Getdi. Sadə cümlədə yer almayıb. Ədat müəyyən şəxsi cümlədə yer alır. O yandırdımı təkcə bu duyğu idi. Bu isə şəxsi cümlədir. Ya da yox idi. Niyə buna bu yönünə baxırıq? Qoysan işimizi yekunlaşdıraq. Biz yekunlaşdıraq. Biz artırırıq. İndi də günəşli bir gündə gəlib qapımda dayanıb. O dayanıb. Buna da biz artırdıq. Təkcə bu duyğu idi məni döyüşə aparan. Nə idi? Duyğu idi. Məni döyüşdən döyüşə aparan. Kimi məni aparan. Yox. Ocağı yandırdım, qızışacaq. Biz qızışacaq. Bu qalsın bir dənə. Döyüşdən döyüşə kimi məni. Yox, ədat müəyyən şəxs cümləyə. Ədat bağlayıcı vasitədir. Ədat bağlayıcı vasitə ümumiyyətlə ola bilməz. O bağlayıcının sintaktik funksiyasıdır. Cümlədə leksik mənası olmayan bir söz var. Deməli, bütün köməkçi intiqsələri üçün ortaq cəhət cümlədə leksik mənası olmayan leksik mənasının olmamağıdır. Burada leksik mənasının olmadığı hissə budur. Yox, bunu da yaza bilmərik. Çünki M burada şəkilçinin daxilindədir, sözün daxilindədir. Yəni, biz burada tək M-yə görə yanaşa bilmərik. Çünki M söz deyil, M bir şəkilçidir. Yandırdı mı ifadəsinin də leksik mənası var, çünki feildir. Doğru cavab C olacaq. Bu da böyük ehtimal texniki səhv kimi gedir. Çünki şəxsiz cümlə idi. Cümlədir bu.
etmək üçün. Artıq şairin də səbri tükənirdi. Ancaq özünü düşünən bu insanlarla dil tapmağa çalışırdı. Tükənirdi səbri, amma hələ də dil tapmağa çalışırdı. Qarşılaşdırma bağlayıcısıdır. Hardan bildim? Çünki vergüldə birbaşa işlənib burada. Doğru fikir. Cümlədə həm ədat, həm də bağlayıcı kimi düşünülə bilən söz var. Ancaq sözü həm ədat, həm də bağlayıcı kimi düşünülə bilən sözdür, yəni amonimdir. Cümlə ədatla başlayır. Artıq şairin, bəli, ədatla başlayır. Çünki doğru fikir istəyir bizdən. Cümlədə də ədatının amonim tayı iştirak edir. Də ədatının amonim tayı də bağlayıcısıdır. Artıq şairin də artıq bağlayıcıdır. Hardan bildim də burada bağlayıcıdır? Biz keçən dəfə də demişdik. Əgər dadənin işləndiyi cümlədə bir başqaları anlayışı varsa, bayaqları dedik. Orada bağlayıcı funksiyasındadır. Baxın, nə deyir? Artıq şairin də səbri tükənirdi. Başqalarının da səbri tükənirdi, şairin də səbri tükənirdi. İkini də götürəcəyik. Cümlədəki ilk sözü sifət kimi düşünmək olar. Artıq şair. Şair nətər artıq ola bilər? Bu yanlışdır. Deməli, 1 ilə 2-ni götürmüşük. 1 ilə 2-ni götürmüşük. Cümlədə yalnız bir kömək sintaksisi işləmişdir. Xeyr, bayaqdan dedik ki, ədat da işlənmişdir, bağlayıcı da işlənmişdir. Yəni 4 də yanlışdır. 1, 2, doğru cavab C variantı olacaq. 5-ə baxaq. Euler-Venn diaqramında yazılmış fikir əsasında rəqəmlərin yerinə hansı ədatların yazıla biləcəyini müəyyən edin. Feillə amonimliyi var. Venn diaqramına yazılmış fikir əsasında rəqəmlərin yerinə hansı ədatların yazıla biləcəyini müəyyən edin. Feillə amonimliyi var. Bura yazılanın feillə amonimliyi olmalıdır. Necə olmaz? Bax, hamısı aiddir. Venn diaqramına yazılmış fikir əsasında rəqəmlərin yerinə hansı ədatların yazıla biləcək? Venn diaqramı bir dənə burasına yazılıb, burasına heç nə yazılmayıb. Yəni bu tərəfinə aid olsun. Məsələn, feil amonimliyi var. Əgər bu tərəfə yazdıqsa o sözü, o digər tərəfə yazmamalıydı. Hə, doğrudur. Burada feillə amonimliyi bura yazılmamalıydı. Yazılmamalıdır. İndi bura yazılmamalıdır. Ay sağ ol. Hə, düzdür. Əla. Onda bunu yaza bilmərik. Çünki bunu bura yazmamız doğru olmaz. Burada olmalıydı onda bu fikir. A-nı yazmağımız üçün feillə amonimliyi var fikri burada olmalıdır. C-də də eyni şəkildə hər ikisi feillə amonim ola bildiyi üçün ortaq yazıla bilər. Deməli, ümumiyyətlə Y-də heç qoyun sözü belə deyək, amonim kimi götürülə, gör amonim ola bilər. Qoyun sözü heç qoyun, icazə verin oturumda, amonim ola bilər hardasa. Elə bu olacaq da. Gəlsənəni qoyduq bura. Danı bura qoysa. Bu da gedir cavab. İkisi də gedir cavab. D-ni yaza bilmərik. Çünki D vurğusu dəyişməklə mənası dəyişən sözdür. O bura gəlməyəcək. Gəlsən sözü bura gələ bilməz. Yəni amonim kimi götürə bilmərik onu. Feillə amonimliyi yoxdur. Başa düşdünüz? Axı vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim ola bilməz. Həm də başlanğıc formasına görə yəni getmir də. Başlanğıc forma, amonimlikdə mütləq başlanğıc forma nəzərə alınmalıdır. 6-ya baxaq. Uyğunluğu müəyyən edin. Bizə bircə xal lazımdır, ikicə xal lazımdır, üçcə xal lazımdır. C burada saya qoşulduğuna görə ədat olacaq. Elə ki, xalı qazandıq, qalib olacağı. 3 ədat var, yanlış fikirdir, yalan deyir. Sonra düz qapının ağzında maşın saxlayıb bilmirik daha hansı yolla onu razı salar. Bir ədəd var, fikri yanlışdır. Çünki düzlə lapı əvəz eləsək, deyirik ki, lapla əvəz olunursa bağlayıcıdır.
daha da bir qüvvətlendirici ədatdır. Artıq axı ən lap daha da nə həddə olduqca yeni çıxırıq. 2 dənədir, bir dənə deyil. Oranı, yəni Bakını heç gəzmək istəmirsən, 2 ədad var fikri yanlışdır. Çünki yəni burada bağlayıcıdır, bir dənə ədad var, heç istifadəsi. Gör hansı mərtəbədə qalırsa, lap evinə gedək bağıraq. 2 ədad var, bəli, gör və lap ifadələri, burada da 2 yazıb, doğrudur, D variantı. 7-yə baxaq. Hansı mürəkkəb cümlədə ədad bağlayıcı vasitə deyil? Deməli, gəldimi bayram olacaq. Gəldi ki, bayram olacaq. Yatdı mı baş ağrısı keçəcək. Yatdı ki, baş ağrısı keçəcək. Gördü ki, səni də danlamayacaq. Anlayırsan ki, hamı niyə buradadır? Hansı mürəkkəb cümlədə ədad bağlayıcı vasitə deyil? Gəldi, bayram olacaq. Yatdı, baş ağrısı keçəcək. Gördü, səni daha danlayacaq. Anlayırsan, hamı niyə buradadır? Ki ilə əvəz olunmur burada. Yol qaldı ki, sevinəcəyəm. Yol qısaldı ki, sevinəcəyəm, uyğun gəlir. D variant. Səkkizə baxaq. Hansı fikir cədvəlin sol xanasından sağ xanasına keçirilməlidir? Bu, buradan bura keçirilməlidir. Gərək sözü ki, ədad neçənədirsə, ədad yox, modal söz. Bu düzdür. Yanlışa vermək olmaz. Nə ki gətirmişdi, onu da apardı. Cümləsində ədad vardır. Gətirmişdi, onu da apardı. Yazmayıb axı doğru, yanlış bunun qabağına. Nəysə, yuxarıdan yazmışdım. Deməli, bu doğrudur. Doğru da verib, düzdür. Necə tay tutsun, hər gözələsən cümləsində ədad yoxdur. Həqiqətən də yoxdur. Necə burada sual əvəzliydi. Hə, Taytun hər gün yoxdur. Yoxdur da verib, yəni düzün altında. Tək o idi məni döyüşdən döyüşə aparan cümləsində ədad var. Bircə o idi məni döyüşdən döyüşə aparan. Doğrudur, bircə ilə rahat əvəz oluna bilir. Çəkilib şüşə barı, gəl gəzək qoşa barı cümləsinin hər ikisində ədad var. Gəl gəzək qoşa barı. Çəkilib şüşə barı. Yox, yanlışdır. Hər ikisində ədad var. Birinci istifadə ədad yoxdur. İkincidə ədad var. Gəl gəzək. Yox, daha doğrusu çəkilib şüşə barı, gəl gəzək qoşa barı. Şüşə barı. Qoşa. Necə müəllim? Deyirəm ki, burada birdə ədad yoxdur da, o şüşə barı bar isim kimi deyəsən işlənir orada. Cümlədə isim kimidir, bəli. İkincidə amma gəl ifadəsi ədaddır. Yəni deyir ki, hər ikisində ədad var, bu fikir yanlışdır, bu üzə keçməlidir. Amma bu üzə qoyulub, yanlış fikirdir. Tipli sualdır bu da. Neçənci sualdır? Altına xətt çəkilmiş hissənin ədad olmadığı nümunəni seçin. Ədad olmasın deyir. Deməli. Kənddən çıxmışdı ki, niyə geri çıxmışdı ki, niyə geri qayıdıb? Ədaddır. Bu nədir? Ki getdi. Bircə məni də ora dəvət etsəydilər, təkcə məni də ora dəvət etsəydilər, yalnız məni də ora dəvət etsəydilər, ədaddır. Sən nə üçün gəlmisən? Gəlmisən. Sən gəlmisən. Şəxs şəkilçisidir burada, ədad deyil. Görün hansı evdə bayramdır. Baxmaqdan söhbət getmir burada. Fikir vermək mənasından gedir. Oğul, təki qalib olasan. Burada da arzu ədatıdır. Getdi C variantı. Bu rahat sual idi. 10-cu və sonuncu suala baxaq. Uyğunluğu müəyyən edin. Cümlədə dəqiqləşdirici ədad var, cümlədə qüvvətləndirici ədad var. Bu şəhərdə elə dünəndən elə dəqiqləşdirici ədaddır, elə əsilməz. Rasim belə ağzını açıb nəsə demədi, elə əsilməz işlənməlidir, 2 də yoxdur. Sən də əsl şair kimi, burada o əsl şair, əsl burada sifətdir. Cümlədə qüvvətləndirici ədad var. Dünya sənin gülüşündə gizlənib ha.
Eee, ha, feilin qabağında gəlib, bəli, qüvvətləndirici ədatdır. İndi nə fikirləşir ki, sual ədatıdır. Nəyi fikirləşir, nə də burada bağlayıcıdır. Deməli, 1 və 4 doğru cavabımız B variantı oldu. Müəllim, deməli, adı nə idi o birisi dərsimizin? Ötən bağlayıcını da götürün evə bütöv. Ədatı da götürün evə. Modal sözdə nida qalsın. Bu həm də çoxdur biraz, 73 dənədir. Ümumi ilə bir yerdə verərəm.